İranın bəzi vilayətlərində qum fırtınası və havanın çirklənməsi səbəbindən dövlət idarələri, banklar və təhsil müəssisələri bağlanıb. AP xəbər verir ki, bu barədə İRNA məlumat yayıb. Məlumata görə, qum fırtınaları və havanın çirklənməsi ölkənin cənub-qərb hissəsindəki bəzi vilayətlərdə həyata mənfi təsir edib. Havada tozun çox olması və bunun nəticəsində havanın çirklənməsi səbəbindən atom elektrik stansiyalarının yerləşdiyi Lorestan, Kermanşah, Kohkuliye-Buyur Əhməd və Buşehir əyalətlərində bütün səviyyələrdə rəsmi ofislər, banklar və təhsil müəssisələri bağlanıb. Bildirilib ki, bu vilayətlərdə dərslər onlayn formada davam edəcək. İraq və Körfəz ölkələri ilə həmsərhəd olan Xuzistan vilayətində isə qum fırtınası səbəbilə uçuşlarda fasilələrin olduğu, Əhvaz şəhərində 3 reysin təxirə salındığı qeyd olunub. Əlverişsiz hava şəraiti ilə əlaqədar 8 reysin növbəti xəbərdarlığa qədər təxirə salındığı vurğulanıb. Qeyd edilib ki, Tehran da daxil olmaqla 22 vilayətdə tufan və güclü yağışlar gözlənilir. Çirkli hava səbəbindən Zəncan və Həmədan vilayətlərində də məktəblər tətil elan edib. Qeyd edək ki, Kuveyt, Qətər, Bəhreyn, Bə və Səudiyyə Ərəbistan da daxil olmaqla Körfəz ölkələrində güclü qum fırtınası müşahidə olunur. İraqda qum fırtınası 3000-ə yaxın insanda tənəffüslə bağlı problemlərə yol açıb.